Fitrə zəkatı nədir? Necə ödənilməlidir? Fitrə zəkatı Fitr bayramı günü fəqirlərə və ya başqa işlərə sərf olunması vacib olan bir maldır. Hədis mənbələrində fitrə zəkatının əhəmiyyətinə önəm verilib. Məsələn, qeyd edilib ki, fitrə zəkatı orucun kamil olmasına bais olur. Fitrə zəkatı kimə vacibdir və meyarı nədir? Fəqihlərin rəyinə əsasən fitrə zəkatı o kəsə vacib olur ki, yetkinliyə çatmış olsun, ağlı başında olsun, ayıq olsun və yoxsul yaxud qul olmasın. Müsəlman alimləri bu rəy üzərində icma ediblər. Belə bir kəs gərək özü və onun çörəyini yeyən hesab olunan kəslərin hər biri üçün bir sa, təqribən 3 kiloqram miqdarında buğda, arpa, xurma, kişmiş, düyü və bu qəbil ərzaq versin. Yaxud onların qiymətini haqqı çatan kəsə ödəsin. Fitrə zəkatı hara xərclənməlidir? Bəzi fəqihlər fitrə zəkatının sərf olunma yerini 8 yerdən biri biliblər. Mən zəkat haqqında ayrıca danışmışam. Burada ötəri toxunuram. 1 fəqirə, 2 miskinə, 3 zəkat toplayan kəsə, 4 zəkat veriləcəyi təqdirdə İslam dinini qəbul edəcək, yaxud döyüşdə müsəlmanlara kömək etmiş kafirə, 5 qul azad etməyə, 6 borcunu ödəyə bilməyən borcluya, 7 dinin ümumi mənfəəti üçün nəzərdə tutulan işlərə, məsələn, məscid və körpü inşa etməyə, 8 səfərdə qalmış müsafirə. Yəni, zəkatdan toplanan mal və vəsait bunlara sərf olunmalıdır. Bəziləri etiraz edirlər ki, nə üçün fitrə zəkatını heyvanlara və ya qeyri-müsəlmanlara sərf etmək məsələsi önə çəkilməyib? Ümid edirəm ki, bu sual qərəzdən yox, səmimiyyətdəndir. Ümid edirəm ki, bu sualı zəkat verən müsəlmanlar verirlər. Çünki adətən belə sualları ümumiyyətlə oruç tutmayan kəslər verirlər. Onların məqsədi sadəcə dinə tənqid və irad bildirməkdir. İslamın əsas hədəfi müsəlman cəmiyyətin rifahını möhkəmlətməkdir. Bunun üçün bir sistem qurub, yoxsul qeyri-müsəlmanlar və ya sahibsiz heyvanlar üçün isə ayrı bir sistem mövcuddur. Sən bunu da et, onu da. Digər aktual suallardan biri qonaqların fitrə zəkatıdır. Fitr bayramı gecəsi günəş batmamışdan öncə evə qonaq gəlsə və ev sahibinin çörək yeyəni hesab olunarsa, qonağın fitrəsi ev sahibinin boynundadır. Burada sual yaranır. Bu, hansı qonağa şamildir? Fikir ayrılıqları var. Yəni, əksəriyyət sadəcə iftara gəlmiş qonağı bundan istisna bilirlər. Yəni, əgər bir qonaq bir müddət ev sahibinin evində qalmağı qərara alarsa, onun üçün fitrə verilməlidir. Nəinki gəlib bir tikə çörək yeyib evinə qayıdan kəsə. İndi bəzi hökmlərə də baxaq. Əgər bir nəfərin fitrəsini kimsə çıxartmalıdırsa, onun özü üçün fitrə çıxarması vacib deyil. Məsələn, evin oğlu xaricdə təhsil alır və onun xərcləri atanın boynundadır. Ayrı ölkədə olsa da ata oğlunun yerinə fitrə çıxaracaq. Oğlunun öz yerinə çıxarması vacib deyil. Əgər mənim yerimə başqası fitrə çıxarmalıdırsa, lakin çıxarmırsa, mənim öz yerimə çıxarmağım vacib deyil. Lakin bəzi alimlər deyiblər ki, vacib ehtiyatı əsasən belə adam özü üçün öz yerinə çıxarmalıdır. Əgər mənim fitrəm kiminsə boynundadırsa və mən özüm öz yerimə çıxarıramsa, bu mənim əvəzimə çıxarmalı olanı məsuliyyətdən azad etmir. Bəziləri deyib ki, əgər mən ondan icazə alsam, bəs edir. Seyd olmayan kəs seydə fitrə zəkatı verə bilməz. Ümumiyyətlə, Peyğəmbər nəslindən olan kəslər üçün sərt qanunlar var. Onlar dilənə, cəmaatdan nəzir-niyaz uma bilməzlər. Əgər fəqir seyd olsa, ona başqa bir seyd yardım etməlidir. Əgər kimsə fitrə zəkatının ödənilməsi gərəkən vaxtda bunu etməzsə, kənara da qoymazsa, daha sonra əda və qəza niyyəti etmədən fitrə etməlidir. Niyyət? Bəli, fitrə zəkatı niyyət edilərək verilməlidir. Əgər fitrəni çıxarıb kənara qoysa, daha onu özü üçün istifadə və ya götürüb yerinə başqa bir mal qoya bilməz. Ana bətnində olan körpə üçün fitrə zəkatı çıxarılmır. Yığılan fitrəni bir neçə yoxsula vermək olar. Lakin gərək bir fəqirə verilən miqdar bir sa'dan, yəni 3 kiloqramdan az olmamalıdır. Bir nəfər üçün nəzərdə tutulan 3 kiloqramın 1 kilosunu bir cinsdən, 2 kilosunu ayrı cinsdən hesablamaq olmaz. Gərək 3 kiloqram eyni cinsdən olsun. Amma 2 nəfər üçün nəzərdə tutularsa 6 kilonun
Üçünü bir cinsdən, digər üçünü isə başqa cinsdən verə bilər. İnsan fitrə zəkatını qürbət qəsdi ilə, yəni uca Allahın huzurunda mütilik və bəndəliyin təzahürü üçün və ixlasla verməlidir. Yəni onu verərkən fitriyyə vermək niyyət etməlidir. Bax, bayaq da dedim, fitrə zəkatını çıxararkən niyyət etmək lazımdır. Bu niyyət şərtdir. Deməli, fitrə çıxarılacaq, bayram məlum olubsa və qürubdan sonradırsa, ödənilməsi yaxşı olan zaman isə belədir ki, ödəsin, sonra bayram namazı qılsın. Müstəhəbdir ki, insan fitrə zəkatını verməkdə öz yoxsul qohum və qonşularını başqalarına tərcih etsin və daha yaxşı olar ki, elmi, imanlı və fəzilətli insanları fitrə zəkatını verməkdə başqalarından üstün tutsun. Çatdıq əsas məsələyə. Kart yolu ilə fitrə zəkatı vermək olarmı? Bu yeni bir hökmdür. Qədimdə belə bir şey olmayıb. Ona görə də fikir ayrılığı var. Bir dəstə deyir ki, bəli, sən birbaşa fəqirin kartına göndərə bilərsən. Amma nağd pul ayırıb, daha sonra kartdan pul göndərmək düz deyil. Əgər nağd pul ayırmısansa, onu öz kartına yüklə, sonra kartdan karta fəqirə yolla. Ya da məğrib zamanı kartındakı puldan müəyyən məbləğ ayırmağı niyyət et və onu fəqirin hesabına yolla. Lakin bəzi alimlər belə şeyi qəbul etmirlər. Gərək fəqirdən vəkalət icazəsi alasan, öz pulunu fəqirin vəkili olaraq qəbul edəsən və sonra həmin pulu fəqirin kartına yollayasan. Ya da pulu əvvəlcədən əmanət olaraq, yəni fitrə niyyəti olmadan fəqirin kartına köçürəsən, fəqir də pulu sənin adından kartdan çıxartsın və fitrə kimi özünə götürsün. Yəni, insan gərək pulu fəqirə göndərən zaman əmanət niyyət etsin. Amma bir məsələ də var ki, ortada vasitəçi olarsa, məsələ dəyişir. Yəni, mən kiməsə göndərim, o da fəqirə çatdırsın. Bu zaman sən vasitəçinin kartına əmanət kimi yollayırsan. O bu pulu çıxarır və deyir ki, çıxartdım. Sən daha sonra onu vəkil edirsən ki, mənim adımdan apar ver fəqirə. Əgər burada qaranlıq nəsə qaldısa, din xadimlərindən soruşa bilərsiniz. Allah ibadətlərinizi qəbul etsin.